Köhnə binaların həyətində şlaqbaun quraşdırılması qanunidirmi? Bilmək lazımdır ki, şlaqbaun sakinlərə məxsus olan həyətyanı sahədə quraşdırıla bilər. Nəzərdə tutulan yer dövlət ərazisinə və ya ümumi yol sahəsinə aiddirsə, quraşdırmaq qanunsuzdur. Yeni binalarda bu mümkün olsa da, köhnə binalarda demək olar ki, mümkün deyildir. Mümkün olan yerdə isə Fövqəladə Hallar Nazirliyi və Dövlət Yol Polisindən icazə alınmalı, müraciət zamanı sakinlərin ümumi yığıncağın protokolu, həyətyanı sahəyə dair mülkiyyət sənədi və şirkət tərəfindən təqdim edilmiş şlaqbaunun plan sxemi ərizəyə əlavə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən, belə hallara yol verən fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə oluna bilərlər. Bununla bağlı Nazirlər Kabinetinin 4 aprel 2016-cı il 143 saylı qərarında mühafizə olunmalı obyektlər və həmin yerlərə quraşdırılan qurğuların tikinti normaları nəzərdə tutulmuşdur.